Azərbaycanda yaşayan bir çox insanın həyatında ən az bir neçə dəfə eşitdiyi bir söz var. Sovetin dövründə belə deyildi. Təbii ki, bir çoxlarımız yaş etibarilə Sovet dövrünü görə bilməmişik. Amma bu gün bu videoda bu sualların cavabını axtaracağıq. Sovetin dövrü necə idi? Məşhur Sovet hakimiyyəti necə dağıldı? Ekrana yaxın əyləşin. ...6 Mart 1953-cü il tarixində Stalinin ölümü Moskva radiolarında bu mətnlə elan edildikdə, Sovetlər Birliyi əslində bir keçid dövrünə girirdi. Stalin uzun müddət ərzində hakimiyyətdə qalmış və dövr-dövr olduqca sərt siyasətlərə əl atmışdı. Onun ölümündən sonra başlayan prosesdə diqqət çəkən ilk şey ardıcıllar arasında yaşanan hakimiyyət mübarizəsi oldu. Sovetlər Birliyi formal olaraq kollektiv liderliyi adı verilən bir quruluş tərəfindən idarə olunmağa başlandı. Başlanğıcda Georgi Malenkov Baş Nazirlik, Lavrenti Beriya Daxili İşlər Nazirliyi, Vyacheslav Malatov isə Xarici İşlər Nazirliyi vəzifəsini öz üzərinə götürdü. Ancaq bu hakimiyyət modeli qısa zamanda dərin yaralar almağa başladı. Nikita Xruşov yalnız bir neçə ay ərzində partiya daxilindəki nüfuzunu inanılmaz bir sürətlə artırmışdı. 1953-cü ilin sentyabrına gəldikdə Komünist Partiyasının katibi olaraq liderliyi ələ keçirməyi bacardı. Xruşov hakimiyyəti yumuşalma dövrü olaraq bilinən bir dəyişiklik dalğasını da özü ilə birlikdə gətirdi. Stalinin repressiv siyasətlərinin mühüm bir qismi yüngülləşdirildi. Əmək düşərgələrindəki bir çox dustaq azad edildi. Bu dövr eyni zamanda bir üzləşmə dövrü idi. Xruşov 1956-cı ilin fevralında keçirilən 20-ci Komünist Partiyasının qurultayında Stalinin hakimiyyətində yaşananları sərt bir dillə tənqid edəcək və bu dövrü şəxsiyyət kultunun partiya daxili demokratiyanı və gerçəkliyi məhv etdiyi, insanların öz kölgələrindən belə qorxar hala gəldiyi bir dövr olaraq təsvir edəcəkdi. Lakin